deyir Rəqsanə. Cəmaət Rəqsanəyə görə ağlayırdı ki, yazığına gəlirdi. Bugün bəzi dırnaq arası jurnalistlər çıxıblar ki, ay Allah, siz Rəqsanə, biz harada elədik Rəqsanə qəhrəmanı? Mıs deyəcək Mustafa deyənə mənəyi. Mustafa demənə gəlir, sənin əlaltı olduğun aparıcının verişdə çıxmayıb deyə sizi belə yandırıb, gələk sizə çıxaydı. Rəqsanə üçün deyil, cəmaət gəldi ora. Və əmin olun ki, Rəqsanə devlətin yanında istəyir dələduzluqda imtihan olunsun, istəyir nədəsə qanun şahdı, siz kimsiz? Mən kiməm? Siz bəzi jurnalistləri, 100 manatlıq jurnalistləri qınayım onda. 100 manata yazırsınız xəbəri, maksimum bir də ətirə. Nə olacaq, nə baş verir? Bəstirində bu insanları iyrəndirdiniz də. İçi mən qarışıq, heç biriniz ağ qaşıq deyirsiniz, heç biriniz. Aparıcımızdan tutmuş, nə bilim, illərimizin jurnalistlərini tutmuş, biz də tanıyırdı, 25 il deyib bu sayıdayıq. Nə deyirsə, bizim də ayıbımız var da, biz qulağımıza yeyirik çörəyi, biz qulağımıza yemirik.